Yeni kainatın səssiz çağırışı Azərbaycanın şimal-şərqində min illərin sirlərini özündə daşıyan dağların, dərələrin və qədim çayların əhatəsində yerləşən Göyərçin adlı kiçik bir kənd var idi. Bu kənd əsrlərin ağırlığının, qədim adət-ənənələri və nəsillərin öyrətdiyi hikməti daşıyan müqəddəs torpaqlardan biri hesab olunurdu. Hər səhər günəşin qızıl şüaları kəndin dar daşlı küçələrinə can verər, hər axşam isə ulduzların səması sanki min illərin nağıllarının, insan ruhunun səmimi arzularını xatırladardı. Kəndin sakinləri nəsildən nəsilə ötürülən sözləri və atalarının dəyərlərini qoruyaraq həyatın mənasını, sevginin və mərhəmətin gücünü anlamağa çalışırdılar. Bu kəndin ürəyində hər kəsin içində gizli olan, amma sanki qəlblərdə əbədi işıq kimi parlayan bir arzu vardı, yeni, məlum olmayan bir kainatın sirrini kəşf etmək. Həmin arzunun qığılcımı kəndin gənclərindən biri olan Cavidin qəlbində parıldayırdı. Cavid, kəndin ən ağıllı və həssas oğlanlarından biri idi. Onun atası Mirzə Əli bəy uzun illərin zəhmətini və həyatın acı şirin anlarını yaşamış, Tolstoyun qəhrəmanları kimi insanlara örnək olmuşdu. Mirzə Əli bəy tez-tez oğluna deyirdi, oğlum, həyatın əsl mənası yalnız bu torpaqda, kəndimizin dar küçələrində gizlənməyib, o, həm də ürəyimizdə, düşüncələrimizdə, xəyallarımızda var. Hər kəsin içində yeni bir kainat yatıb. O kainatın sirrini anlamaq üçün öncə öz qəlbini, öz ruhunu dərk etmək lazımdır. Cavid, atası sözlərini ürəyinə dərin yazmış, hər gün özünü bilik axtarışında, xəyallar dünyasında itirmişdi. O, kəndin kənarındakı dar yollarla, əski ağacların kölgəsində, çayın sərin axışını seyr edərək, gözünün dərinliyində yeni kainatların mümkünlüyünü düşünürdü. Bir gün o, kəndin məhəbbətlə anılan, bərəkət adlanan qədim bir məscidin kənarında dayanıb, göylərə baxdı və içində sanki belə bir sual yarandı, yeni kainat haradadır? İnsanların gördüyü, yaşadığı bu dünyadan fərqli, daha dərin və sirli bir aləm varmı? Bu sual, Cavidin içində bir ateş kimi yanmağa başladı. O, gecə-gündüz düşünərək, hər küncdə, hər daşda, hər ağacın fısıldadığı nağıllardan, insanların gözlərində və sükut anlarında o yeni kainatın izlərini axtardı. Hər axşam ulduzlu səmanın altında, kəndin dar küçələrində və geniş tarlalarda, o, sanki bir yuxu kimi yeni kainatın səsini dinləyirdi. Bir gün, kəndin uzaq kənarından gələn yad bir səyyar, adı Rəhim olan gənc bir alim, Yeni Kainatın Çağırışı adlı bir kitabla kəndə gəldi. Rəhim, illərin öyrətdiyi müdrikliyi və dünya sirlərini özündə birləşdirən, şəhərin işıqlı küçələrindən uzaq, kəndin sakitliyində ruhunu tapmış bir adam idi. O, kənd meydanında toplanan insanlara yeni kainat, yalnız gözü açıq olanın, ürəyində səmimi arzular daşıyanın, keçmişin dərsləri ilə gələcəyin ümidini birləşdirənlərin anlayacağı, əsla görünməyən, amma həmişə var olan bir aləmdir, deyərək söz açdı. Onun sözləri, kəndin hər küncündə yaşayan, keçmişin, indinin və gələcəyin sirlərini hiss edən insanların qəlbində dərin izlər buraxdı. Rəhim, Cavidlə də yaxından maraqlanmağa başladı. İki gənc arasında dərin bir söhbət başladı. Cavid, Rəhimə, atam Mirzə Əli bəy deyirdi ki, hər kəsin içində yeni bir kainat yatır. Mən də bu kainatın sirrini tapmaq, onun işığını görmək istəyirəm. Bəlkə də bu kitabda yazılanlar bizim o sirlərimizi açar, deyə soruşdu. Rəhim gülümsəyərək, hər kəs öz kainatını öz qəlbində tapar, oğlum. Amma bu kitab, sənin və bütün kəndin ürəyində olan səmimi arzuları, keçmişin dərslərini və gələcəyin ümidini birləşdirən bir açardır. Biz bir yerdə bu sirləri araşdıraq və həyatın əsl mənasını öyrənək, cavab verdi. Beləcə, Cavid və Rəhim, kəndin sükut dolu axşamlarında, ulduzlu səmanın altında uzun söhbətlərə başladılar. Onlar, Tolstoyun romanlarında canlanan insan təcrübələri kimi, öz qəlblərindəki duyğuları, kədəri və sevinci, keçmişin ağırlığını və gələcəyin ümidini paylaşırdılar. Hər bir söhbət, kəndin qədim divarları, sarsılmaz daşları və əski ağaclarının fısıltısı ilə birləşərək, yeni kainatın sirlərini açan bir pəncərə kimi önə çıxırdı. Günlər keçdikcə, Cavidin və Rəhimin araşdırmaları meyvə verməyə başladı. Onlar, kəndin tarixindən, əcdadların izlərində, qədim mənbələrdən bəlkə də gizli qalmış bir məlumat tapacaqlarına ümidlə hər küncə, hər kitab səhifəsinə, hər kəsin xatirəsinə dərin baxışlarla yanaşırdılar. Kəndin yaşlılarından biri olan hörmətli xanım Zəhrə xanım da bu araşdırmalara qatıldı. O, illərin öyrətdiyi bilik və təcrübəsi ilə hər birimizin içində yeni bir kainat yatır. Biz keçmişimizin hikmətinin, əcdadlarımızın öyrətdiyi dəyərləri və gələcəyin ümidini daşıyırıq. İndi isə bu sirləri birləşdirərək yeni bir üfüq açmalıyıq, deyərək gənclərə yol göstərirdi.
Bir gün kəndin kənarında yerləşən köhnə kitabxanada Cavid, Rəhim və Zəhrə xanım qədim bir əl yazması tapdılar. Bu yazma sanki min illərin sirlərini, kainatın yaranışını və insanın qəlbindəki səmimi arzuları əks etdirirdi. Yazmada belə deyildi: yeni kainat yalnız ruhun dərinliyində, səmimi arzuların və əbədi ümidin işığında doğar. O, keçmişin dərsləri ilə gələcəyin ümidini birləşdirən, hər kəsin öz içində var olan bir aləmdir. Onu tapmaq üçün ürəyini aç, səmimiyyətinlə həyatın hər anını qucaqlamaqdan çəkinmə. Bu sözlər gənclərin və kənd əhlinin qəlbində dərin iz buraxdı. Cavid, bəlkə də bizim yeni kainatımız hər kəsin öz içindəki səmimi işığın və ümidin toplusudur. Biz, keçmişimizin, əcdadlarımızın və gələcəyimizin dəyərini taparaq yeni bir aləmi yarada bilərik, deyə düşündü. Bu tapıntı kənddə böyük bir həyəcan yarada bildi. Kəndin hər kəsi, həm yaşlılar, həm gənclər, həm də uşaqlar bu sirlərin axtarışına qatıldı. Gecə-gündüz hər küncdə torpağın, ağacların və daşların altında yeni kainatın sirrini tapmaq üçün çalışdılar. Kənd meydanında toplanan insanlar ulduzların altında bir araya gəlib, qədim nağılları, hikmət dolu sözləri və əcdadların izlərini yad edərək öz içlərindəki səmimi arzuları canlandırırdılar. Hər gün Cavid və Rəhim kitabın tapdıqları sirlərini kəndin hər küncündə yaşayan insanlara çatdırır, onların ürəklərindəki ümid işığını daha da parlaq etməyə çalışırdılar. Onların sözləri Tolstoyun geniş və dərindən təsvir etdiyi insan təcrübələri kimi hər kəsin qəlbində öz əksini tapırdı. Yeni kainat yalnız gözdə görünən deyil, deyirdilər, o hər kəsin qəlbində, səmimi arzularında, sevgi və mərhəmətin dərinliyində var. Biz bu kainatı öz içimizdə daşıdığımız işıqla yarada bilərik. Kəndin hər küncündə yeni kainatın yaranışı ilə bağlı ümidlər, sevinclər və səmimi arzular bir araya gəldi. İnsanlar keçmişin dərslərini unutmayaraq gələcəyə daha inamla baxmağa başladı. Hər səhər günəşin doğuşu ilə, hər axşam ulduzların səması altında kəndin hər sakinin öz içindəki səmimi işığı tapdıqca yeni kainatın yaranışında iştirak etdiyini hiss edirdi. Bir neçə il keçdikcə göyərçin kəndi yalnız bir coğrafi məkan olaraq qalmadı, o, insan ruhunun dərinliyindən, əcdadların öyrətdiyi dəyərlərin və səmimi arzuların canlı təzahürü kimi yeni kainatın başlanğıcı oldu. Kəndin dar küçələri, indi keçmişin, indinin və gələcəyin sirlərini birləşdirən, hər kəsin qəlbində parlayan o əbədi ümidin simvoluna çevrildi. Hər kəs öz içindəki işığı tapdıqca sevgi və mərhəmətlə gələcək nəsillərə də ilham verəcək yeni kainatın sədasını dünyaya yayırdı. Beləliklə, Yeni Kainatın Səssiz Çağırışı adlı bu dastan Tolstoyun epik romanlarında canlanan insan təcrübələrinin, keçmişin və gələcəyin sirlərinin, sevgi və ümidin birləşdiyi, hər kəsin öz içində daşıdığı səmimi işığın hekayəsi kimi min illər boyu xatırlanacaq. Azərbaycan torpaqlarının zəngin mədəniyyətinin, kəndlərin sakitliyinin və insan qəlblərinin dərinliyinin şahidi olaraq bu nağıl hər kəsə öyrətdi. Həyatın əsl mənası yalnız maddi dünyada deyil, ürəyimizdə, səmimi arzularımızda, sevgi və mərhəmət dolu içimizdə gizlidir. Biz hər birimiz öz içimizdə yeni kainat yarada bilərik, bir ümid işığı kimi daima parlayan, əbədi səs verən və gələcəyin qapılarını açan. Beləliklə, ürəyin dərinliyindəki sədaya adlanan bu dastan bütün zamanların şahidi olaraq keçmişin hikmətinin, bugünün sevinci və gələcəyin ümidini birləşdirərək insanlara dərin bir səmimiyyət və inam bəxş etdi. Hər kəs bu nağıldan ilham alaraq öz qəlbindəki işığı tapdı və yeni kainatın sədasını yaşadı. Səmimi, ümid dolu, sevgi ilə yoğrulmuş bir həyatın nağılı kimi.